Herkese salam, nasılsınız, iyi misiniz? Deməli qızlar, çölə çıxmağa hazırlaşırıq. Baldızım mənə yeni bir kuşon hədiyyə eləyib. Mənim dilimdə desək Tanalni hədiyyə eləyib. Bunu mən çox merak edirdim, açığı nə yalan deyim, əlindən almışam. Deməli, əlimdə 3 dənə baza var, primer. Mən üzüm çox qurudur. Nə Tanalni vururamsa vurum, fərqi yoxdur. Üzümdə bilirsiniz necə qalır? Belə kek görünümü kimi, kek görünümündə türklər. Yəni o olmur da, başa düşürsünüz. Öz dərim daha yaxşı qalır. Nəinki üstündən Tanalni vuranda pütür bir görüntü əmələ gəlir. Mən də əlimdə 3 dənə primer var idi. Araşdırdım ki, bunun teksturası ilə hansı primer daha yaxşı oturar və internet mənə Kikonu məsləhət gördü. İndi bunu üzümə sürtmüşəm. Görün üzüm necə parıldayır. İndi tırtırı üzümdə bu primerin üstündən sınayacağıq. Görək necə qalacaq. Daha sonra makyajımızın digər detallarını tamamlayıb çıxırıq çölə. Ya Allah. Ay inşallah qəşəng durar. Deməli, oy çox gəldi. Bura artığını vururlar. Sonra sürtürlər bunu belə üzə. Əslində pıt-pıt sürtsəm məncə daha yaxşı olar. Arxada da paltar yuyulur. Deməli, effekti bağladım. Üzümün bu tərəfinə tırtırı vurdum. Bu tərəfində də heç nə yoxdur. Mənim üzümdə bu su çiçəyindən qalan izlərdir. Belə bir ciddi, misal üçün örtücülüyə ehtiyacı olan bir şey yoxdur. Sadəcə rəng tonunun bərabərləşməsini istəyirdim. Məncə kifayət qədər bərabərləşib, həm də parıldadığını düşünürəm. Çox qəşəng parıldayır şu an üzüm. Bütövləyib gəlirəm, makyajımı tamamlayaq. Qaşlarımı sabitləyirəm. Gözümün altını bir dənə ağardım. Dalda paltaryanın səsi şaka mı? Yalandan göpa basıb ki, evdən çıxmışıq, indi söhbətin içindən çıxa bilmirlər. Yalancı yol şəkli atıblar. Çöldə yağış yağır, bunun atdığı şəkildə güneş çıxır. Gözümün biri hazır, qaldı biri. Fenty'nin bu highlighter'ını vuracağım. Makyajım çox parlaq makyaj oldu. Ona görə nə gözümün üstünə tünd bir şey vurmuram, nə də ki allıq, bronzer falan istifadə eləmirəm. Sırf highlighter ilə gələcəm, parlaq bir make-up olsun. Dən bu parıltıya baxın da, nə olar. Son olaraq L'Oreal'ın bu glossunu vurdum. Günlük bir make-up elədim. Nə üçün? Baldızımın dalıyca gedirəm ona görə.